Sumqayıt şəhərində poeziya evində filologiya elmlər doktoru Lütfiyə Əsgərzadənin yazıçı publisist Cəlal Bərgüşadın həyat və yaradıcılığına həsr etdiyi Cəlal Bərgüşad adlı monoqrafiyanın təqdimat mərasimi baş tutub. Mərasim şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Cəlal Bərgüşadın zəngin yaradıcılıq yolunu əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aycun Bağırlı monoqrafiyanın ədəbi irsin tədqiqindəki önəmini vurğulayaraq Lütfiyə Əsgərzadənin əməyini yüksək qiymətləndirib. Ardınca çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev yazıçının Qubadlı ədəbi mühitindəki yerindən və rayonun ziyalılarına göstərilən dövlət qayğısından bəhs edib. Təqdimatda çıxış edən geniş siyalı heyəti monoqrafiyanın ədəbi tarixi kontekstdə təhlil edirlər. Çıxışlarda monoqrafiyanın ədəbi tarixi kontekstdəki yerini və irsin qorunmasının vacibliyi qeyd olunub. Kitabın müəllifi filologiya elmləri doktoru Lütfiyə Əsgərzadə tədbir iştirakçılarına minnətdarlığını bildirib. Yazıçının həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək yazıçıya göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. Cəlal Novruzoğlu Cavadov 2-ci Dünya müharibəsi iştirakçısı, tanınmış yazıcı, publisist və televiziya xadimi olmuşdur. Onun Boz atın belində, Sıyrılmış qılınc, Babək kimi əsərləri bir çox televiziya filmləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində dərin iz buraxmışdı. Günay Hüseynov, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.